Və indi biz baxırıq lövhədəki testlərə. Görürük ki, cümlə tamamlama testidir. Can you tell me cümlə əgər what do you know, I can, I ask, I wonder, can you tell me tipli cümlələrlə başlayarsa, biz cümlənin ikinci hissəsini variantlarda tapacağıq. Və belə bir qayda öyrəndik ki, heç bir köməkçi feil, yəni have, has, been, to be'nin formaları, modal feillər olsun, köməkçilər ola bilər. Bunların heç biri mübtədadan əvvələ keçə bilməz. Baxırıq A variantında do keçib you-dan əvvələ, yanlışdır. Baxırıq C variantında have keçib you-dan əvvələ, yanlışdır. Bu bir ikincədəki when olan cümlədə biz indiki bitmiş zamanı işlədə bilməzdik. When you heard, bu indiki bitmiş zaman strukturudur. D variantına baxıram, why-dan sonra have you-dan əvvələ keçib, yanlışdır. Y variantında will you-dan əvvələ keçib, yanlışdır. Doğru cavabımız B variantı. Can you tell me what you want to tell? Sən mənə deyə bilərsənmi nə istədiyini? Bax, bu kimi tərcümə olacaq. Cümlə sual cümləsində başladığına görə ikinci bir sual strukturunu biz cümlədə işlədə bilmərik. Baxırıq növbəti testdə. Deməli, bu tip testlər so do I, nazar do I tipli testlərinə aiddir. Yəni, həmçinin dadə kimi tərcümə olacaq bu tip testlər. Baxırıq, had to, has to, have to varsa cümlədə biz bunu have-in özü ilə verə bilmərik, yəni qısa cavabını. Və modal feillərdə də öyrənmişdik ki, bu tip, yəni had to, has to, has to, bunlarda biz, o cümlədən have to da var idi. Bunlarda biz köməkçini nə ilə veririk? Do, does dillə veririk. Baxıram cümləm keçmişdə olduğuna görə bizə lazım olacaq do, does, daha doğrusu did lazım olacaq bizə. Cümləm də təsdiqdə olduğuna görə inkarları çıxacaq, yanlışdır. Sonra have-in özü ilə qayıtmarıq, yanlışdır. B variantı birinci növbədə to inkar cümlədə işlənməz, həm də bizə inkar lazım deyil. A variantında had-in özü ilə vermək yanlışdır. Qalacaq C variantı. So did they. Həmçinin onlarda bu tipli short answers cavabı, qısa cavablar testidir. Baxırıq 188-ci testdə. Bu tip testlər düzgün sual sözünü seçdir. Bizə isim gəlibdir. Dedik ki, hansı sözlərdən sonra what, which, bir də who'dan sonra mütləq isim gələr. Bunu yadınızda saxlayın. Bir də what kind of-u da görə bilərsiniz. Why-dır, isim gəlməz, birbaş köməkçi gələr. Özündən sonra when-dir, isim gəlməz, birbaş köməkçi gələr. How-dan sonra ümumiyyətlə isim gəlməz. Olacaq whose, kimin, what kind of, hansı növ, which, hansı. 3, 5, 6 olacaq Y variantı. Hər biriniz bu sualları izləyərkən diqqətlə dinləyin və mütləq qeydlərinizi götürməyi unutmayın. Sağ olun.